Axşamınız xeyir olsun, dəyərli televiziya izləyiciləri. Hər birinizi salamlayırıq, dəyərli Doğma kanalımızın doğma izləyiciləri. Bugün də çox maraqlı qonaqlar dəvət etmişəm, dəyərli sənətkarlarımızı dəvət etmişəm. Məhz sizin sevdiyiniz, seçdiyiniz, bizdən tələb etdiyiniz sənətkarları dəvət etmişəm və kanalı dəyişməməyə məsləhət görürəm. Çünki bugün Star Akademiyasında əsl sənətin sirlərini sizinlə bölüşəcəyik və vaxt itirmədən ilk dəyərli sənətkarımızı dəvət etmək istəyirəm. Azərbaycan Respublikasının əməkdar artisti, dəyərli sənətkarımız Rəhilə xanım Bəndəliyeva gəlir birbaşa ifası ilə. Xoş gəlib, səfa gətirib. Gözlərindən axdırıb leysan kimi yağışlar, gözlərindən axdırıb leysan kimi yağışlar. O gəncliklərimiz ötüb getməsin hədər. Heç kəsi sevməmişəm, heç kəsi sevməmişəm. Səni sevdiyim qədər, səni sevdiyim qədər. Çıxma ömür keçir, gün keçir, məni yandırıb yaxma. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Keçir, məni yandırıb yaxma. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Çiçəyimi, gülümü özün qoxla özündə. Heç kəsi sevməmişəm, heç kəsi sevməmişəm. Səni sevdiyim qədər, səni sevdiyim qədər. Ya mənimlə qoşa gəz, ya da qarşıma çıxma. Ömür keçir, gün keçir, məni yandırıb yaxma. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Çıxma ömür keçir, gün keçir, məni yandırıb yaxma. Heç kəsi sevməmişəm, heç kəsi sevməmişəm. Səni sevdiyim qədər, səni sevdiyim qədər. Təşəkkür edirəm, ay maşallah.
Nə gözəl ifa idi. Maşallah günün olsun. Hər Azərbaycan vaxtınız xeyir olsun. Respublikasının əməkdar artisti, dəyərli sənətkarımız Rəhlə xanım Bəndəliyeva. Xoş gördük. Çox sağ ol, xoş gününüzə gəlmişik, xoş gördük hər kəsi. Bizi izləyən televiziya tamaşaçılarını salamlayıram. Hər birinizə can sağlığı, gözəl istirahətlər arzulayıram. Təşəkkür edirəm Rəhlə xanım və bugün sizin sevdiyiniz, ən yaxın olan sizə sənət dostlarınızı dəvət etmişəm. Çox şad olmuşam. Bilirəm ki, bugün tamaşaçılarımız üçün də çox maraqlı bir efir olacaq. Çünki əsl sənətkarlar bugün qonağımızdır və əsl sənətin sirlərini bölüşəcəklər. Çünki Star Akademiyası özü bir məktəbdir. Hansı ki, burada yalnız və yalnız sənəti olanlar iştirak edə bilər Star Akademiyasında. Mən hər zaman demişəm, sənəti varsa bir insanın, bir ifaçının, bir oxuyanın, bir müğənninin sənəti varsa Star Akademiyasının qapıları hər zaman onun üzünə açıqdır. Və istəyərdim ki... Sən elə gənclərə həmişə dayaq olmuşsan. Borcumuzdur, xoşdur. Sənətdən gedənləri həmişə dəvət eləmişsən, yada salmışsan. Çox sağ ol. Və indi bir sənətkarı dəvət etmək istəyirəm. Təşəkkür edirəm. Var olun Rəhlə xanım. İnanın ki, onu yenidən studiyamıza dəvət etdiyim üçün çox sevinirəm. Çox sevincliyəm. Çünki həqiqətən böyük sənətkardır. Bəli. Baxmayaraq ki, uzun müddət idi efirlərdən getmişdi, efirlərdə yox idi. Amma tamaşaçılarımız hər zaman, onu sevənlər hər zaman onu efirlərdə görmək istərdi. Elə məhz tamaşaçılarımızın istəyi ilə yenidən onu Star Akademiyasına dəvət etdik. Dəyərli sənətkarımız Asif İsaoğlu gəlir. Xoş gəlib, səfa gətirib. Səni yaz qatarı apardı tezdən. Elə bil dünyanı qarlı qış aldı. Heç yana getmədin sən yer üzündən, bəs niyə yer üzü birdən boşaldı? Heç yana getmədin sən yer üzündən, bəs niyə yer üzü birdən boşaldı? Yer üzü boşaldı. Hicran elə gəldi, ayırdı bizi. Sanki üfüqlərdən uçar xəyaldın. Hicran elə bildi, ayırdı bizi. Bir dinmin olub qəlbimdə qaldın. Hicran elə bildi, ayırdı bizi. Bir dinmin olub qəlbimdə qaldın. Qəlbimdə qaldın, qəlbimdə qaldın. Gecələr sakitcə axan ulduzlar, göylər çəmənində naxışlarındır. Hardansa gözümə baxan ulduzlar, ulduz yox həsrətli baxışlarındır. Hardansa gözümə baxan ulduzlar, ulduz yox həsrətli baxışlarındır. Həsrətli baxışlar. Hicran elə gəldi, ayırdı bizi.
Sanki üfüqlərdən uçan xəyaldın. Hicran elə bildi, ayırdı bizi. Bir idin min olub qəlbimdə qaldın. Hicran elə bildi, ayırdı bizi. Bir idin min olub qəlbimdə qaldın. Qəlbimdə qaldın, qəlbimdə qaldın. Hicran elə gəldi, ayırdı bizi. Sanki üfüqlərdən uçan xəyaldın. Hicran elə bildi, ayırdı bizi. Bir idin min olub qəlbimdə qaldın. Hicran elə bildi, ayırdı bizi. Bir idin min olub qəlbimdə qaldın. Qəlbimdə qaldın, qəlbimdə qaldın. Ay maşallah, çox gözəl ifa. Asif müəllim, Allah sizə can sağlığı versin. Sağ olun, Bax, təşəkkür elə edirəm. Ekranlardan, səhnələrdən əksik olmayasınız. Çox sağ olun. Çünki sizi çox sevirlər. Bax, Təşəkkür ötən edirəm. Hər kəs buraxılışımızda... salamlayıram ilk öncə. Buyurun. Bütün sizin kollektivi, bütün ekibi, sənət dostlarımı, Rəhlə xanımı, Təranə xanımı, Elnara xanımı salamlayıram. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Xoşdur. Ötən buraxılışımızdan sonra mənə nə qədər zənglər gəldi ki, nə yaxşı siz Asif müəllimi dəvət etmisiniz. Bir də dəvət edin. Mən də tamaşaçılara söz Təşəkkür verdim ki, edirəm, tez-tez dəvət edəcəm. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Çox şad oldum. Təşəkkür edirəm bir daha. Çox Bizim var bir olun. xanımımız Buyurun, var, əyləşin. Kazan şəhərində yaşayır, Zərif xanım. Aha. Bir gün mənə göndərdi, TikTokdan deyir ki, Asif İsaoğlu var, Rəhlə xanım, qoşul da ona. Nə gözəl oxuyur, necə gözəl Şövkət xanımın mahnılarını oxudu. Mən də bilmirəm, TikTok satmıram. Nəsə gəldim gəlinə dedim, bir dənə aç bunu görüm. Asifi tapa bilərəm orada. Açdım ki, canlıdadır. Asif doğrudan da dəyərli oğuldur, gözəl sənətkardır. Təşəkkür edirəm. Həqiqətən. Yaxşı dost. Təşəkkür edirəm hər birinizə. Sağ olun. Var olun. Və bizim burada hələ 2 qonağımız, hətta 3 qonağımız var. Hələ adını çəkməmişəm, bax tələsir gəlməyə. Bizim dəyərli bir sənətkarımız, əvəzolunmaz sənətkarımız. Bəli. Görün neçə ildir bizim səhnəmizdədir, neçə ildir bizim incə sənət cəmiyyəsindədir və əvəz olunmayan bir sənətkardır. Nazlı, qəmzəli, birbaşa ifası ilə istəyirəm ki, dəvət edək. Azərbaycan Respublikasının əməkdar artisti, illərin sənətkarı, əvəz olunmaz sənətkarımız Təranə xanım Vəlizadə gəlir. Xoş gəlib, səfa gətirir. Ayrı saldım özüm seni, yaraladı sözüm seni. Hey axtarır gözüm seni unuda bilmirəm. Yollar yalnız küçə sənsiz, gündüz qəmli gecəm sənsiz. Özüm necə sənsiz, səni unuda bilmirəm. Bahar edim sən bülbül, benim
Yad gəlir dost tanış mənə, səni unuda bilmirəm. Aylar illər ötüşsə də, gənclik məndən gendirsə də, saçlarıma döndürsə də, səni unuda bilmirəm. Bahar edim sən bülbülüm, mənim ayım, günüm, ilim. Bir dənizim sən sahilim, səni unuda bilmirəm. Bahar edim sən bülbülüm, mənim ayım, günüm, ilim. Bir dənizim sən sahilim, səni unuda bilmirəm. Bahar edim sən bülbülüm, mənim ayım, günüm, ilim. Bir dənizim sən sahilim, səni unuda bilmirəm. Bahar edim sən bülbülüm, mənim ayım, günüm, ilim. Bir dənizim sən sahilim, səni unuda bilmirəm. Ay maşallah olsun, eşq olsun sizə. Orada əyləşmin, gəlin burada. Gəlin başda əyləşin. Gəlin, gəlin bura. Elə şey mi olar? Neçə ilin sənətkarı mən orada otuzduraram mı? Gəlin bura. Öz yerimi verdim sizə. Əyləşin. Necəsiz Təranə xanım? Açıqdır mikrofon. Açıqdır. Aha, bəli. Yaxşıyam, çox sağ olun. Hər zaman Siz də yaxşı olun. Çox sağ olun. Əyləşin. Siz içəri daxil olduğunuz zaman studiyaya Rəhlə xanıma deyirəm ki, neçə illər əvvəl necə idisə, həmin naz, qəmzə, hamısı qalıb da maşallah olsun. Ayman Allah. Bizim nazlı sənətkarımız. Çox sağ olun. Bəli, Allah ona ömür versin. Sən Çox sağ olun, müğənnilərin çox içində sağ olun. ən Mən belə sevdiklərim ürəyi burada. yatan Təranə xanımdır da, Can. bilmirəm. Çox sağ Ədəbi, onun özünü aparmağı, danışığı, yeri yerində. Xanım Orada. xatınlığı. Çox sağ Bəli, olun. bəli, çox sağ ifası, olun. Təranə xanım, sizi çox istəyirik həqiqətən. Çox Bəli, bu bəli. qarşılıqlıdır Sağ olun əzizim. Çox Təranə sağ olun. xanım, var olun. Bəli. Çox Sağ olun, çox Və dəyərli izləyicilərimiz, qısa bir aradan sonra qısa reklamlarımız var. Reklamlardan dərhal sonra növbəti qonağımızı elə bir gözəl xanımı dəvət etmişik ki, birazdan biləcəksiniz. Reklamlar. Davam edirik dəyərli izləyicilərimiz. Bəli, Təranə xanım növbəti qonağımızı, gözəl bir istedadlı bir xanımı dəvət etmək istəyirəm. Əminəm ki, siz də çox bəyənəcəksiniz onun ifasını. Çünki həqiqətən istedadlı bir xanımdır və qısa müddətdə artıq 90% əhalinin sevgisini qazanıb, hər kəs onu tanıyır və birazdan daha geniş bu mövzuda danışacağıq. İndi isə istəyərdim ki, onu dəvət edək. Dəyərlimiz gözəl xanım Elnarə xanım Vahidova birbaşa ifası ilə gəlsin. Xoş gəlib.
kim sığal çəkər Qorxuram ayrılanlara Hamı bizi misal çəkər Bir gün əgər mən olmasam Telinə kim sığal çəkər Qorxuram ayrılanlara Hamı bizi misal çəkər Geri dönmədin qovuşaq Biraz insafla gəlmədin Axı demişdin bir olar Sözünü tuta bilmədin Bir arzudur Bu gecə yum gözlərini Xəyalına gəlim gedim Darıxıram heç olmasa Bir üzünü görüm gedim Alacağım bu candırsa Onu sənə verim gedim Sən rahat öz ömrünü sür Mən də rahat ölüm gedim Bu gecə yum gözlərini Xəyalına gəlim gedim Darıxıram heç olmasa Bir üzünü görüm gedim Alacağım bu candırsa Onu sənə verim gedim Sən rahat öz ömrünü sür Mən də rahat ölüm gedim Ay nə gözəl, xoş gəlmisiniz Elnarə xanım. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Əyləşin Bir incə duyğu göstərib, yəni məni dəvət etdiyinizə görə sizə minnətdaram. Bu gözəl illərdir bu gözəl səsləri ilə bizi feyziyyab edən sənətkarlarımızı salamlayıram. Mən buradan bütün məndən ötürü nigaran olub, məni arzulayıb hər zaman efirdə görən mənim tamaşaçılarımıza qurban olum. Onların hər birinə deyirəm ki, siz məni bu efirlərdə daha görəcəksiniz. Və bir daha buna görə sizə çox sağ ol deyirəm. Xoşdur, xoşdur. Təşəkkür edirəm və Elnarə xanım həqiqətən çox istedadlı bir xanımdır və mən buradan təşəkkürümü bildirirəm Zaur Baxşəliyeva, dəyərli aparıcı, dəyərli jurnalist, bəli, əməyi çoxdur və gözəl insandır həqiqətən Zaur. Mən ilk dəfə buradan açıqlama vermək istəyirəm ki, mən 7 ildir televiziya sahəsindəyəm. Bu sənəti Zaur Baxşəliyevi sevib gəlmişəm həqiqətən. Hər zaman onu izləmişəm və hər zaman onun nitqi, onun danışığı, onun mərhəməti, mən onun mərhəmətinin qarşısında baş əyirəm, həqiqətən çox gözəl insandır. Və mən Zaur Baxşəliyevin verilişini izlədiyim zaman Elnarə xanımı gördüm və özümə borc bildim ki, Elnarə xanıma dəstək olmaq lazımdır və Star Akademiyası verilişi olaraq hər həftə sizi dəvət edəcəm. İnşallah ki, hər zaman yanınızdayam. Çox sağ olun. Və buradan Kanal S rəhbərliyinə də təşəkkürümü bildirirəm ki, bizə bu şəraiti yaradırlar və digər aparıcı həmkarlarıma da səslənirəm ki, Elnarə xanıma dəstək olaq. Həftədə bir dəfə öz verilişlərinizə, o həftə içi 5 gün yayımlanan verilişlərə aiddir təbii ki, həftədə bir dəfə dəvət etsək, hərəmiz belə deyim də öz verilişimizə ona dəstək olmuş olarıq, onun ən böyük arzusunu reallaşdırmış olarıq. Həqiqətən çox istedadlı xanımdır. Zaten ən böyük dəstəyi sizə Zaur Baxşəliyev edib. Biz də az da olsa, belə deyim də, o savab işdə bir rolumuz olarsa nə xoş bizə. Çox sağ olun. Uğurlar arzu edirəm sizə. Allah köməyiniz olsun, Allah razı olsun hər birinizdən. Bilirsiniz, bir həqiqət var, göydə Allah, yerdə Zaur Baxşəliyevin sayəsində məni cəmaət bu kütlə tanıdı. Müəyyən Allah şeytana nələt eləsin, mən bir səhvə yol verdim. Deyir, o zaman insanın vicdanı sızıldayır ki, orada günahı var. İnsanın günahı olmayanda vicdan sızıldamır, sakit olursan. Amma mənim vicdanım sızıldayırdı. İndi şükür ki, bir 3-4 gündür artıq mən o vicdan yükündən qurtarmışam. Yenə Zaur Baxşəliyevə çox təşəkkürümü bildirirəm. Yenə bir böyüklük göstərdi, təkrar yenə dəvət elədi. Mən ona görə hər deyirəm, gün dedi, mənim qapım sənin üzvə açıqdır. Və mən buna görə Zaur Baxşəliyevi dünyaya gətirib, onu bax belə mərhəmətli yaradan, Allahıma təşəkkür edirəm və Zaur Baxşəliyevi dünyaya gətirən o xanımın əllərindən öpürəm ki, sizin belə gözəl, mərhəmətli, yəni nə olur olsun yenə də öz mərhəmətini göstərən bir oğuldur Zaur Baxşəliyev. Mən buradan Zaur bəyin anasının əllərindən öpürəm. O vaxtlar kim qızışdırdı, nədir demirəm. Allah şeytana nələt eləsin. Zaur sənin üçün şəraitdə yaratdı. Eldar Ələkbərov çağırdı, duyet oxudular. Cığatelin sözlərdən yazılan mahnını. Yəni, çox şərait yaratdı. Bir də qızım sənə qurban. Bu ruzu var, onu verən Allahdır. İndi bəlkə Allah sən, o Zeynəb xanla romanın sözü var. Deyir, qızılı salarsan torpağın içində parlayıb çıxar. Bəlkə də sən onlardansan. Bundan sonra sənin yolun açıq olacaq, uğurun bol olacaq. Allah belə aparıcılarımıza, Zaur kimi, Rəvan kimi, oğullarımıza can sağlığı versin ki, sənətə dəyər verirlər.
Onun üçün, yəni mərifətə, ədəbə dəyər verirlər. Bəli. Yəni hələ hər yoldan keçəni çağırmır ki, mən baxıram da. Ona Bu görə gün də xüsusilə Rəhlə yolunuz xanım, açıq olsun. Əslində mən başqa bir günə dəvət etmişdik. Sonradan düşündüm ki, Elnarə xanımı ilk dəfə dəvət ediriksə, elə sənətkarların arasında olmağı daha yaxşı olar. Çünki ən gözəl, ən dəyərli məsləhətləri, tövsiyələri sizlər onun üçün verə bilərsiniz. Və əminəm ki, Elnarə xanım, bugündən sonra sizə böyük bir uğurlar arzu edirəm. Əminəm ki, bu sənətdə öz yolunuzu tapacaqsınız. Yenə də deyirəm, bir aparıcı olaraq biz də dəstəyimizi əsirgəmirik. Başda da Zaur bəyə təşəkkürümüzü bildiririk. Sırada bir gənc istedadımız var, Rəhlə xanım. Gənc və çox istedadlı bir ifaçıdır və istəyərdim ki, bugün onu da dəvət edək, onun da gözəl bir nəğməsi səslənəcək. Gəl mikrofonu. Bəli, çox maraqlı adı var, adının mənasını özündən soruşarıq. Sarif Vəliyev gəlir, alqışlayaq. Bəli, ifasını da eşidək. Yasəmənlər açanda, bülbül bağa uçanda, yasəmənlər açanda, bülbül bağa uçanda, oxuyanda nəğməmi xatırlayarsan məni. Oxuyanda nəğməmi xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Arzular çox ömür az, mən olmayanda bir yaz. Arzular çox ömür az, mən olmayanda bir yaz. Dolananda gülşəni xatırlayarsan məni. Dolananda gülşəni xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Yenə ya Rəbb nə qəmgindir mənim bu şad olan könlüm. Yenə ya Rəbb nə qəmgindir mənim bu şad olan könlüm. Rumuzu eşqdən agah olub ustad olan könlüm. Ay görübdür
nəzarə edibdir sinəsin parə mənim bərbad olan könlüm ay can xatırlayarsan 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 məni xatırlayarsan 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 məni xatırlayarsan 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 məni xatırlayarsan 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 məni. Təşəkkür edirik Sarif Vəliyev. Buyur Elnarə xanım yanında əyləş. Mikrofonu götürüm səndən, mikrofonu verək Təranə xanıma. Xoş gəldin. Necəsən Sarif? Əvvəla ekran qarşısında əyləşən hər kəsi salamlayıram. Burada əyləşənləri salamlayıram. Xoş gördük hər birinizi. Mənim üçün çox xoş oldu. Mən bu verilişə düzü ilk dəfədir çıxıram. İnşallah ki, düşərli olar. Sağ olsun Rəhilə xanım. Rəhilə xanım bizdən xahiş elədi. Biz də dedik ki, Allah razı olsun. tək Rəhilə xanım bizdən xahiş eləsin. Niyə də yox? Sarif 13 yaşında Sənin Ulduzun yarışmasında Namiq Fərhadoğlu'nun kanalımızda apardığı layihədə iştirak edib. Özü də ora gəlib Asif ana kürünə. Ana kür, onunla səsi indi keçid dövründə səsi oturub. Neçə yaşın var? İndi 17. Onda 13 yaşı vardı. Elə gözəl səsi vardı. 17. 17-də. Bir ildə gözlə, ondan sonra oxuyarsan. İndi mutasiyanı Elgiz hələ Əliyevin tələbəsidir, Şuşa kollecində oxuyur. Mən Rəvana xahiş elədim, onun nənəsi var. Nənənin adı nə idi? Nənəsini buradan salamlayıram. Çox elə bir ki, onun üçün yaşayır da, onu görmək üçün. Çox sağ ol Rəvan. Mən Rəvana xahiş elədim ki, bu mahnını bir yerdə gedib yazdımışıq. İmranı da salamlayıram, İmran studiyasında. Demişdim ki, çıxardacam, Sarifi görsün. Xoşdur. Salamlayıram. Ata-ana bir yanda, ancaq nənə bir başqa da onun üçün. Allah can sağlığı versin. Uğurları bol olsun balamızın. Və Təranə xanım. Təranə xanım necə oxudu? Yaxşı oxudu. Amma biraz gözləmək lazımdır ki, səsin səsində rəndələnsin. Artıq düzəlir. Mən ciddi müəlliməm. Rəndələyən 18 yaş olanda, oğlanlarda 18 yaş, qızlarda 17 yaşında rəndələnir tamamilə səs. İnşallah. İnşallah yaxşı olur. Zilə salma özü, nə badə. Zilə salsan, sonra oxuya bilməzsən. Salmadı. Yadına salginən İtalyan müğənnisi Robertina Loretti var idi. Uşaq vaxtı onu o qədər oxutturdular ki, mən ondan kiçik idim oxuyanda. Mənə elə gəl, mən elə onun xatirinə mən elə səhnəyə gəldim. O qədər onu sevirdim ki. Amma görürsünüz, böyüdü, səs yatdı. Ona görə ki, uşaq vaxtı çox açılır bunda, yavaş-yavaş açılır. Çox çığırdı, çox zillərdə çox işlətdi səsini. Zilləri götürmə, yaxşı oğlum. Allah qoysa, bir ildən sonra başlayarsan. İnşallah. Təşəkkür edirəm Təranə xanım. Müəllimin də salamlaydıq, Elgiz müəllimi. Aleyküm salam. Mahnının menusunda Elgiz müəllim verib. Təranə xanım, deyirəm bu məqamda məndən də bir ifa səslənsin. Özəl sənətkarımız Şövkət Ələkbərovun repertuarından Mehribanım səslənsin. Gözəl. Səni hər an gözəyərəm, izləyərəm pəncərədən. Baxışların bulaq kimi axıb gedər küçələrdən. Deyirsən ki, sorma məni bir kimsədən. Necə susum, necə tanım, səni sevdim, səni andım. El içində mehribanım, adındamı, özündəmi, sözündəmi mehribanım. Heç bilmirəm necə oldu bu sevdaya
qoşa yandıq. Sevirsənsə eşqimizdən axı niyə utanırıq? Necə susum, necə danım, səni sevdim, səni andım. El içində mehribanım, 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 mehribanım. Gönçəm mənim, gülüm mənim, ulduz dolu kəhkəşanım. İstəyirəm haray salıb bu sevdanı elə yayım. Necə susum, necə danım, səni sevdim, səni andım. El içində mehribanım. Necə susum, necə danım, səni sevdim, səni andım. Necə susum, necə danım, səni sevdim, səni andım. Mehribanım, 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 mehribanım. Təşəkkür edirəm. Bəli, 30 saniyəmiz qalıb reklama. Bu mahnını çox düşünürdüm, oxuyum, oxumayım. Çünki adətən bunu mən xanımların ifa etdiyini görmüşdüm. Çox tərəddüd edirdim ki, bir bəyin bunu oxuması nə dərəcədə doğru olar. Əslində sözlər və burada müraciət bəyə aiddir. Bir xanıma müraciət olunur bu sözlər, amma biz adətən neçə illərdir ki, bunu xanımların ifasında eşitmişdik. Bilirsiniz ki, 16 noyabr solo konsertimi baş tutmuşdu və bu konsertə özəl orada ifa etdim. Firuzə xanımı salamlayıram, dəyərli sənətkarımız Firuzə İbadovanı. Musiqi, orada söz nə boyda vəhdət yaradır. Bəli. Bəli. Reklamlara keçid alırıq. Reklamlardan dərhal sonra davam edəcəyik.
Təşəkkür edirəm. Çox gözəl ifa. Mikrofon sizdən götürüm. Ay Təranə xanım, necəsiz, neyinirsiniz? Bir danışın görək, darıxmışdıq sizin üçün. Darıxmayın. Necədir vəziyyət? Yaxşıdır, sağ olun. Yeni ifalar var bildiyimə görə. Hər şey yaxşıdır. Hər şey yaxşıdır, həmişə yaxşı olsun. Bəli. Təranə xanım, görün neçə il keçdi. Xatırlayırsınız mənim digər verilişlərimi? Hər zaman da qonağım olmusunuz. Hə. İlk nə idi, hansı verilişin idi? Dəniz qırağında. Nə istəyirsən veriliş. Verilişin adı nə istəyirsən idi. O qədər qəribə bir veriliş idi ki. Qızı saldılar suya, dənizə. Çox gözəl veriliş idi. Və bu geyim mənə bilirsiniz nəyə xatırlatdı Təranə xanım? Bəli. İllər əvvəli. Sizin yaradıcılıq gecəniz. Allah qəni-qəni rəhmət eləsin. Cavanşir Məmmədov da həmin verilişdəydi. Ad günüm idi. Ruhəngiz Bəli, Musəvi. ad gününüz. Siz də oradaydınız, bəli. Allah qəni-qəni rəhmət eləsin. Cavanşir müəllimə. O illəri apardı. Gözəl insan idi. Çox, çox. Yaxşı sənətkar idi. Sizə bir söz deyim, mən hələ də inanmıram ki, inanmıram onun yoxluğuna. Amma ali də insan idi. O bizə qardaş olub həmişə. Gözəl insan idi, həqiqətən. Allah ona rəhmət eləsin. Bilirsən nəyə, mən hərdən biraz kövrəlirəm. Necə sənətkarlarımız ölən kimi yaddan çıxır. Bəli, çox təəssüflər olsun. O düzgün deyil. Yaddan çıxır, heç bir sənətkar yaddan çıxmır. Cümə axşamı bu sənətkarlardan verərlər, nə olar, insanların da yadından çıxmaya, yeni nəsil görə ki, necə sənətkarlarımız olur. Vallah mən hər zaman sənətkarlarımıza dəyər vermişəm və bu yaxınlarda eşitdim ki, Allah can sağlığı versin, uzun ömür versin, əvəz olunmaz dəyərli bir sənətkarımız, Respublikamızın xalq artisti Elmira xanım Rəhimovaya Allahdan can sağlığı diləyirəm. Eşitdim ki, səhhəti yaxşı deyil, nömrəsini düzdür bilmirəm, amma uşaqlara demişəm, ətrafımızda olan bəzi yaxşı insanlar var ki, onlar əlaqə saxlayıb, əlaqə nömrəsini mənə verəcəklər və çox istəyirəm ki, gedib ondan bir sujet hazırlayam. Çünki bilirsiniz, bəzən təəssüflər olsun ki, elə sənətkarlarımız var ki, çox təəssüflər olsun, elə sənətkarlarımız var ki, onlar rəhmətə gedəndən sonra onları axtarırlar, onlar haqqında sujetlər hazırlanır. Bax, məsələn, o günlərdə bizim Respublikamızın xalq artisti 90 neçə yaşında rəhmətə getdi, Roza xanım Cəllova, rəqqasəmiz, bəli. Niyə bunları sağlığında biz axtarmırıq? Niyə sağlığında dəyər vermirik? Hökmən elə rəhmətə gedəndən sonra mı yada düşməlidir? Elə sənətkarlarımız var ki, mən ötən verilişdə də demişdim, Allah min qat razı olsun xalq artistimiz Röyadan. Çünki Röyanın sayəsində Sahibə Əhmədova sizlə bərabər çalışıb da Lalə Qızlar Ansamblında. Sahibə xanım da gözəl müğənni idi, özü də gözəl insan idi. Bəli, bəli. Çünki bilirsiniz niyə mən adlarını çəkirəm? Bizi baxan, izləyən aparıcılarımız var. Bəstirində bu düşmüsünüz 4-5 müğənnidən başqa. Eyni verilişlərdə, eyni müğənnilər, artıq insanlar da bezib, insanlar da yorulub. Bax, məsələn, Elnarə xanım kimi insanları dəvət edin, yeni müğənniləri dəvət edin. Bax, məsələn, belə gənclərimizə dəstək olun. Asif müəllim neçə illərdə efirlərə çıxmır. Araşdırın, mən necə araşdırıb tapıram, siz də araşdırın da. Elə bütün eyni qonaqlar... Sahibə Əhmədova, mən birinci kursda oxuyanda o 3-də oxuyurdu. Onu Hacı Məmmədov, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İlk qavalı Sahibə xanımın əlinə Hacı Ərəb zəngimiz oldu. Ərəb zəngini yaratmışdı. Getdi o boyda opera balletin solist oldu, ərəb zəngisi oldu. Və onu... Çox da haqsızlıqlar var. Bilirsiniz, Rəhlə xanım, mən nəyə pis oluram? Onu Röya xanıma təşəkkürümü bildirirəm ki, onu o hansısa tədbirdə idimi, yoxsa məclisdə idimi, o görmüşdü və demişdi, paylaşım etmişdi ki, ərəb zəngimi Sahibə xanımı tapmışam. O neçə illər idi efirlərə çıxmırdı. Hardasa yalan olmasın, bir 10-15 il idi ki, efirlərə çıxmırdı. Ondan sonra getdilər, bir neçə kanallar, bir neçə, belə deyim də, saytlar ondan müsahibələr aldılar, sujetlər hazırladılar. Heç ondan da sonra 2 ay, 3 ay yaşamadı. Hayf ondan, bir də eşitdik ki, rəhmətə gedir. İnsan kimi insan, sənətkar kimi sənətkar idi. Kifayət Gəncəlini götürək. Allah qəni-qəni rəhmət eləsin, bizim dəyərli sənətkarımız. Bəli, bəli. Onu da sən tapdın, çıxartdın. O verilişlərində... İnanın ki, mənə demişdilər ki, rəhmətə gedib Kifayət xanım. Dedim, necə yəni rəhmətə gedib? Yığdım Ceyran xanıma. Dedi, Rəvan, mən səhv etmirəmsə, o sağdır.
O Gəncədə də yaşamır. Mən kimlə soruşdum, dedilər Gəncədə yaşayır, yoxdur burada, Bakı ilə heç bir əlaqəsi yoxdur. Ceyran xanımın sayəsində o mənə nömrə verdi, o nömrə ilə əlaqə saxladım. Elə onu tapdıq və onun ən böyük Raziyə arzusuydu ki, Şirinovanı hamısını bax. Raziyə Şirinova. Allah razı olsun. Rəvan doğrudan da halal oğuldu Rəvan doğrudan da. Çox sağ ol, Allah razı olsun. Raziyə xanımla hələ də danışırıq. Raziyə xanım da gözəl sənətkar. Bəli. Allah rəhmət eləsin. Hamısı Təranə Gözəl xanımla anadır, işləyən gözəl xanımlar olub da, sənətkar. Təranə xanımın Və vaxtında. bir dənə üzüldüyüm bir məqam var, Rəhlə xanım. Mən hələ də onu özümə bağışlaya bilmirəm ki, kaş mən onu 1-2 ay əvvələ salardım. Onun konsertini təyin etmişdik biz. Amma konsertə bir ay qalmış, ay yarım qalmış rəhmətə getdi. Yəni onu özümə bağışlaya bilmirəm ki, ən böyük arzusuydu. O qədər istəyirdi ki, deyilən bir şey var da. Oturur deyirdi, Rəvan, hansı mahnıları oxuyacağam? Axı mən özü də belə deyirdi. Axı mən çox qocalmışam. Gələrlər səncə? Deyirdim, niyə gəlmirlər ki? Sizin o qədər gözəl mahnılarınız olub, o qədər gözəl sənətiniz var. Bütün sənət yoldaşlarınız, sənət dostlarınız sizin yanınızda olacaq. Ay Rəvan, Təranəni çağırsan gələr, Firuzəni çağırsan gələr, Rəhiləni çağırsan gələr. Niyə gəlmirik ki? O qədər, bəli. Telefon bağlantımız var. Alo deyək. Alo. 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 Axşamınız xeyir olsun. Axşamınız xeyir qalan alım. Allah köməyiniz olsun. Hamınızı salamlayıram. Adım Firəngiz xanımdır. Aleyküm salam. 7 uşağım var, nəvələrim, nəticələrim var. Allah can sağlığı versin. Nəvəmin toyu olanda mirəsimdir. Rəvanı çağıracam. Can, baş üstə, sevərək. Dəstəsi ilə qadan alım. Orada Railə xanımı da salamlayıram. Sağ olun, çox sağ olun. Ondan sonra Təranə. Elnara xanımı da salamlayıram. Elnara xanım, bəli. Artistin adı nə? Təranəmi. Asif bəy, Təranə xanım. Mənim üçün deyirəm, bir yaxşı mahnı oxusunlar, qadan almışlar. Oxuyacaqlar, baş üstə, mütləq oxuyacaqlar. Qadan başın var, qulaq atıram ha burada. Adı nədir sənin? Rəvanla danışırsınız elə. Mənim nəvəmin də adı Rəvanda, yox. Can, Allah can sağlığı versin. Nəvəmin də adı Rəvandır. Rəvanı da bir dəfə çağırırlar, verir bizə. Baş üstə. Salan da, yox. Çağırarım. Geçen saz çalır, belə yaşsız qalib çıxıbır da saz üzrə. Baş üstə. Dəstəsində iştirak O da Namikin dəstəsində olur. Dəvət edərik, mütləq. İnşallah. Təşəkkür edirəm zənginiz üçün. Və Təranə xanım, o qədər, bəzən yuxuma da gəlir. İnanın səmimiyyətimə yuxuma gəlir. Və bizim evə gələndə mənim üçün bir hədiyyə almışdı. Hələ də o hədiyyəni saxlayıram. Hələ də o hədiyyəni saxlayıram. Kim? Kifayət xanım. Kifayət xanım. Hər o hədiyyəyə də baxanda deyirəm ki, ay Kifayət xanım, mənim sənə bir vicdan borcum var. Mən onun o arzu, düzdür, efirlərə çıxartdıq, uzun müddət idi, harasa bir 15-20 ilə yaxın idi ki, efirlərə çıxmırdı. Sujetlər hazırladıq, hətta bir dəfə də mən Nəzrin Studiya İlkamə xanıma təşəkkürümü bildirirəm. Biz ona salona apardıq, onu dəyişim etdilər, o qədər sevinirdi, deyirdi, ay Rəvan, mən neçə illərdir salona getmirəm, mən neçə illərdir bu gözəlliyi ilə bağlı özümə bir çəki düzən vermirəm da, yəni ona qəribə gəlirdi. Bütün bu arzularını reallaşdırdıq, hətta geyimlər istəyirdi, bizim dəyərli şəhid anamız Vəfa xanımı salamlayıram, Vəfa İzzətli, o hazırladı onun üçün təmənnasız, onun yanına apardıq. Əlimizdən nə gəlirdisə etdik, sadəcə o konserti kaş ki bir ay yarım mən əvvələ salardım. Qismət deyilən bir şey var. Yəni nə demək istəyirəm? Yenə sağ ol ki, çağırdın axır ömrün axır vaxtlarında. Allah ürəyinə görə versin sən. Gözəl ürəyinə. Sağ ol, sağ ol. Diplomlar təltif etdin, çox şeylər elədin onun üçün. Elə hamımız üçün sağ ol, Allah köməyin olsun. Bir də bizim aramızda Kəmalə Rəhimli də da. Kəmalə xanımla, bax Kəmalə xanım Allah ona da şan sağlığı versin. Mənlə danışır, tez-tez danışır, özü çox da istəyir məni. Eyni gündə doğulmuşuq, 5 oktyabrda, tərəzi bürcüdür. Tez-tez danışırıq. Çox gözəl sənətkar. Danışırıq, deyir gələcəm, söz verim gələcəm. Sonra nəsə problem çıxır, gələ bilmir. Mən Kəmalə xanıma da səslənirəm. Ay Kəmalə xanım, dəyərli sənətkarımız. Həqiqətən Kəmalə Rəhimli elə bir sənətkarımızdır ki, əvəz olunmayan bir sənətkardır, həqiqətən. Azərbaycanın gözəlliyi əfsanəsizdir. Kəmalə Rəhimli mən əvvəl oxuyurdum, çıxırdım ona vaxtı ilə reytinglər qırırdı. Anışlaq, anışlaq. Bilsən necə olur? Konsertində bilet tapılmır. Qızlarımızın hamısı Təranə xanım elə olur, Firuzə İbadova, hamısı da. Ceyran müəllimə mənə danışır, mən görməmişəm. Təranə xanımı, Firuzəni, ancaq Kəmalə gözümün qabağında olub. Mirzə Hüseyn Seygahı, dəstgahı oxuyurdu. Bir elə adam da qalırdı küçədə.
bilet Bəli. tapa bilmirdi. Bəli. O vaxt sənətkara qiymət başqa idi də. Vallahi indi bilet Elnarə xanım, sizin də eşidək ümumiyyətlə bax bu cür sənətkarlarla bir arada olmaq, adlarını çəkdiyim indi dünyasını dəyişən sənətkarlarımıza da Allahdan rəhmət edirik. Ümumiyyətlə siz bu sənəti bilirəm ki, uşaqlıqdan sevirsiniz və illərdir ki, o səsinizi boğub saxlamısınız ki, nə zamansa o vaxt vədə çatanda bütün dünyaya səs salım. Və siz sənətə gəlməmişdən əvvəl, yəni bu sənəti seçməmişdən əvvəl hansı sənətkarlarımızı dinləmisiniz? Mən belə deyim ki, bax, bu gözəl oturan xanımları, o qardaşımı çoxdur. Allah rəhmət eləsin, dünyasını dəyişən Səyyad müəllim olsun, Baloğlan müəllim olsun, Məhəbbət müəllim, Məmməd Bağır müəllim. Mən bu cavanları biraz, ola bilsin, öz yaş təbəqəmə görə cavanlar çox da mənə çatmır. Elə çatmasa yaxşıdır. Vallahi, belə, nə varsa elə bizim dəyərli sənətkarlarımız da var. Bilirsiniz nətər, Abur, Həya, İsmətlə xalq artisti olublar, sənətkar olublar. Yəni, onlarda hər şey olub. Örnək olan hər bir, yəni götürmək üçün də, yəni həm oxuya bilərsən, onlardan geyim, keçim, tərbiyə götürmək olar, yaxşı sənət öyrənmək olar. İndi mən təbii ki, biraz sənətdən danışmaq biraz mənim üçün yanlış olar, böyük sənətkarlar qarşısında. Mənim səsim olub. Amma nədənsə qoymayıblar. Biz yetim böyümüşük, qapaz altında qalmışıq biz. Oxumaq olmaz. Hətta məni anam orta məktəbi də qoymayıb. Mən atam ölən vaxtı mən 2 aylıq körpə olmuşam. 71-ci ildə qoymayıb da anam ki, qardaşların oxusun. Biraz elə bir ki, köhnə düşüncə. Qardaşların oxusun, sən oxuma. Mən fermada anamla bərabər heyvan mal saxlamışıq. Belə çətinliklərim oldu. Sonra nəysə, ömür boyu fəhləçilikdə savadlı olmayan insan nə edir? Sonra orada da uşaqlar çəkib, amma saxlaya bilmirdim də, oxuyurdum. İndi bilirsiniz, heç kəs mənim qarşıma şərt qoymadı ki, oxuma. Mən dayım oğluna getmişdim. Dayım oğlundan ayrılanda qohum əqrəbənin bir 60%-ni itirdim. Niyə ayrıldın? Yetim olmuşdunuz. Dayı əli üzdən tutmuşdu, sən onun dayı oğlundan niyə ayrıldın? Ölsəydin orada, ölməliydin. Biraz belə bu fikirlər. Onu görüm mən... Üzr istəyirəm, övlad var idi mi? Bir dənə qızım var. 3 dənə də oğlan nəvəm var. Allah olmayanlara qismət eləsin. Bax, belə bir şeylər oldu. Onu görüm mən konkret durub demədim ki, mən oxuyum. Dedim, əgər mən yoldaşımla ayrıldığıma görə ki, bunlar məni bu qədər sildi, atdı. Mən oxusam, deməli, bunlar vəbşə məni... Ona görə oxumadım da. Yəni, bax, belə bir qarşıma... 24 yaşımdan mən əlimə mikrofon alıb bir yerə getsəydim, bugün öz sözümü demiş olardım. Bəlkə də əməkdar artist idiniz, xalq artist idiniz. Bəlkə də oxuyacaqdı, tarsa bir sonra musiqi bir texnikum. neçə ildən sonra Rəhlə xanım, mən buradan yəni heç çəkinmədən deyirəm, vaxtımız varmı? Buyurun. Ali müəllimə müraciət edim 15 il bundan qabaq. Bizim böyük sənətkarımızdır. Mənim Ali müəllim, onun sənəti heç bir ölçüyə, çəkiyə gəlməz. Ali müəllim dedi, əlimdən gələn kömək eləyəcəm. Xanımı biraz məni uzlaşdırdı. Sonra Elnarə xanıma müraciət edim, Abdullayevaya, 15 il bundan qabaq. Bu 20 məni də əmmi oğlu gətirdi, mütəllimlə ikisi. Dedi ki, tərif öyrən gələr. Lalə qızlara. Elə onu deyir. Kaş elə Lalə qızlara gələrdiniz. Uzaq atlar, Ceyran xanımın yanına gələn hamısı elə çatıb olub. İnanın, bir dəfə Mələk xanımın dalayıca Yasamal tərəfdə bir Əliyə Vahidin ev muzeyinə yaxın bir musiqi məktəbi var. Ora getdim ki, Nasbəri xanımı öyrənmişdim, oradaydı. Getdim, dedilər, Nasbəri xanım yoxdur, Türkiyədədir. Amma Mələk xanım indi gələcək. Mən orada xalq mahnısında Aydərya kənarında bir ev tikmişəm. Bundan bir-iki kəlmə oxudum. Koridorda piano vardı, bir oğlan çaldı. Allah rəhmət eyləsin, Canalı müəllim içəridən çıxdı. Amma həmin bax bu ərəfədə, onlar bildi ki, mən Mələk xanımı gözləyirəm. Bu ərəfədə Mələk xanım da çöldən gəldi. And olsun Allahımıza, Mələk xanım sönüb belə baxmadı ki, görək bu səs hardan gəlir. Amma bax, orada məkanı cənnət olsun Canalı müəllimin. Dedi, ay qızım, sənin yerlərin, bax, mən içəridən çıxdım ki, koridorda bu səs hardan gəlir, otaqdan çıxdım. Amma sənin heç yerinin heç baxmadı, özün də bu, mən heç nə demədən çəkildim, getdim. Yəni, mən bugün özümükilərə deyirəm ki, mənim əzizlərim, niyə? Bu dünya Həzrət Süleyman mülkidir, kimsəyə qalmaz. Bəli. Və kaş ki, elə Rəhlə xanım demişkən, Lalə qızlar ansambına müraciət edərdiniz. Hamısı Təranə xanım böyle bir kasıb qızlar olub. Hamısı kasıb. Elə bir yol göstərən olmadı, inanırsınız. Ceyran müəllimə necəyəm? Ceyran müəllimə mən deyərəm, haqqını itirən müğənni heç vaxt çörək tapmaz. Salamlayırıq Ceyran xanımı da və bu məqamda istəyərdim ki, Elnarə xanım sizdən növbəti ifa səslənsin. Zəhmət olmasa Elnarə xanımın növbəti ifasını eşidək.
çiçəkdən xəbərim yoxdur. Aylar dolandı, illər oldu, yağdı yağmurlar, sellər oldu. Solan çiçəkdən xəbərim yoxdur. Aylar dolandı, illər oldu, yağdı yağmurlar, sellər oldu. Solan çiçəkdən xəbərim yoxdur. Aylar dolandı, illər oldu, yağdı yağmurlar, sellər oldu. Solan çiçəkdən xəbərim yoxdur. Solan çiçəkdən xəbərim yoxdur. Bəlkə qaydırsan xəbərim yoxdur. Ay maşallah, təşəkkür edirəm Elnarə xanım. Çox gözəl səsi var və çox da gözəl oxuyur. Təranə xanım, nə deyə bilərsiniz Elnarə xanım haqqında? Arzulayıram. İnşallah yaxşı olar. Bəs siz Çox Asif sağ bəy? olun. Mən də uğurlar arzulayıram. Bir dənə amma tək Elnarə xanıma yox, bütün gənclərə mən tövsiyə edirəm ki, tək gənclərə yox, ümumiyyətcə, bu son illər belə fikrim var ki, hər kəs bizim o əsl bəstəkarlarımız var, o musiqilərə müraciət eləsinlər. Bəlkə bu xaosdan qutaraq. Çünki musiqimiz hal-hazırda xaosdadır. Yəni çox pis, bərbad bir vəziyyətdədir. Etiraf eləmək Və lazımdır. gənc nəslimiz Gənc nəsil, yəni gözəl səslərdir bax. Gözəl səsləri bu başqa tipli çetverton musiqiləri, bunlardan biraz uzaqlaşmalıyıq. Bizim dahilərimiz var, Üzeyir bəydən başlamış. Bax, bayaq oxudum Emin Sabitoğlu mahnısıdır, yer gəlmişən qeyd edirəm. Mən xahiş edirəm ki, belə acizanə xahiş edirəm. Amma Təranə xanım bax özü bilir, həmişə də gözəl bəstəkarların mahnılarını, eləcə də Rəhlə xanım. Ümumiyyətcə bizim nəsil, çox müraciət edir. Amma bilirsiniz Asif müəllim, mən burada niyə mütləq müraciət xanıma edin, haqq qazandırıram? Hal-hazırdakı bilirsiniz devrimiz elə bir devrə gəlib çıxmışıq ki da, tələbat odur. Yox, tələbatı biz yaratmalıyıq. Bu dəqiqə çox üzr istəyirəm. Elnarə xanım bu dəqiqə tanınmaq üçün o məcburdur bu cür. Yox, o tanına bilər. Çünki gözəl səs. Çünki o gözəl səsli. Çünki o muğamı oxusa, bəli, o muğamı oxusa və gözəl də oxuyur, eşitmişəm muğamlarını. O muğamı oxusa, inanın ki, onu nə heç kim efirə çağırmayacaq, nə məclisə çağırmayacaq. Yox, muğam demirəm. Bax, gözəl məsələn deyirəm, yəni gözəl temalar, mövzular var. Təəssüflər olsun ki, bu dəqiqə Balaca Mehribanım oxudun. O mahnıda gör nələr var idi. Kim onu sevməz? Onu kim sevməz? Amma sizə bir söz deyim. O mahnını mən dünən Nahidə deyirəm ki, deyirəm mən Mehribanımı oxumaqda qəbahətmi etdim? Qətiyyən, əksinə. İndi mən sizə bir söz deyim. Deməli, mən o mahnını TikTok platformasında da paylaşmışam, Facebookda da paylaşmışam. Təranə xanımın dərdidir. Facebookda təsəvvür edin, böyük yaşlı nəslin nümayəndələri və özünü belə deyim, dərk edən insanlar hamısı xoş sözlər yazıblar və hər kəs də heyranlıqla baxırlar. Mən orada qeyd ediblər ki, mahnını bizə də at, biz də paylaşaq. Amma TikTok platformasında hərə bir söz yazır. Deyirəm ki, bunlar Mehribanımı 2 dəfədən nə yazırlar ki? Bu nə mahnıdır? Ümumiyyətlə belə bir mahnı var. Mən dəhşətə gəlirəm ki, Mehribanın mahnısını tanımır bunlar. Görürsünüz necə acizanə bir vəziyyətdəyik biz. O tanımırlar. Hamı onu eləmə. Niyə görə? Çünki senzura yoxdur. Bəli. Təəssüflər olsun ki, mən dünən deyirəm ki, deyirəm Nahid, mən deyəsən qəbahət iş görmüşəm. Deyir, niyə? Deyirəm, mən Mehribanımı oxudum, peşman oldum valla. Çox gözəl iş görmüşsən. Çünki hər bir söz yazır, baxıram ki, hamısı da gənc insanlardır, gənclərdir. Amma Təranə xanım, özümüz yaradaq da o senzuranı. Yəni Elnarə xanımı ona görə də mən dəstəkləyirəm ki, o məcburdur bu mahnıları oxumağa. Elnarə xanımın səsi çox keyfiyyətli bir səs. Eləcə də təmiz səsdir, təmiz səsdir. Elə mahnılar oxuya bilər ki, Emin Sabitoğlu. Tələffüzə fikir vermək lazımdır, mütləq. azca. Bilirsiniz, oxuyanda mikrofona yaxın durun. Necə deyərlər, zapis eləyəndə də, səs yazdıranda. Mikrofona yaxın, bir də aydın deyin sözləri, bir-bir. Müəllimi olmuyor. Çünki mahnının cövhəri, əzizim, mahnının cövhəri sözdür. Əgər söz aydın olmasa, mahnı çatmayacaq tamaşaçıya. Bax, o gözəl mahnılar, klassik bəstəkarların mahnıları məcbur eləyir ki, səni... Mən Hacı xan Məmmədovun mahnısını oxumuşdum bir dəfə.
Əvvəl mənə adi gəlirdi də, sonra onu studiyada yazanda nə qədər əziyyət çəkdim ki, bunu nə qədər düzgün oxumaq üçün əziyyət çəkməlisən. Yəni adi güllü mahnısı var. Güllü. Onu mən oxumaq üçün, düz oxumaq üçün, yəni elə belə oxuyardım, belə başdan getdi. Amma düz oxumaq üçün nə qədər o məni formalaşdırdı. Sonra o mahnıdan sonra gördüm məndə diksiyamda elə bir gözəllik yarandı ki, apardı məni özü. Bəs bəstəkar mahnısı adamı böyüdür. Bəli, onu demək istəyirəm. Və bu məqamda çox üzr istəyirəm. Asif müəllimin növbəti ifasıdır, hazırdır. Sənətkar eləyən müğənnini yalnız bəstəkar mahnılar. Bir də xalq inciləri. Bəli, xalq mahnıları da yaxşıdır. Bəli. Xalq mahnıların onların da bəstəkarları olur. Deməli, bizim bir neçə dünya səviyyəli bəstəkarımız var. Onlardan da biri Qəmbər Hüseynlidir. Onun bir gözəl mahnısı var. Sən bəx qeyd elədin, həmişə xanımlar oxuyan mahnını bəylər oxuyanda o fərqli olur. Bunu da Şövkət xanımın yenə də ifasında olur. Ancaq bəylərdən mənə elə gəlir ki, ilk dəfə mən oxumuşam. O zaman dinləyək, səslənsin mahnı. Gözəl bir mahnıdır. Səslənsin. Küçədə hər səhər qarşılaşır qız oğlan. Bir küçədə hər səhər qarşılaşır qız oğlan. Qonşular da bu zaman pıçıldaşır astadan. Qonşular da bu zaman pıçıldaşır astadan. Bağça-bağa çıxar qız tellərinə güldüzə. Bağça-bağa çıxar qız tellərinə güldüzə. Qonşusundan gen gəzər, ürək yaxar can üzər. Qonşusundan gen gəzər, ürək yaxar can üzər.
çiçekler o güller tez tez değer gözüne. O çiçekler o güller tez tez değer gözüne. Bakar kızın yüzüne, diğer özü özüne. Bakar kızın yüzüne, diğer özü özüne. Dayanma. Okuyur Terane Velzade. Yürüyüşüne gelmişem, seni gözümden görmüşem. Gözünden bir dayanma, dileden bir dayanma. Eşkinle dindi dünya, şadlan seni dünya. Sevenlerin dünya, dileden bir dayanma. Var soyuğu var onun, bu yol sevgi yoludur. Yürek sözler doludur, bile gönlü dayanma. Könlü bulut değilse, sınırlı değilse, sen ki sükut değilse, bile gönlü dayanma. Eşkinle dindi dünya, şadlan seni dünya. Sevenlerin dünya, yine gönlü çiçeği açsın yüzünde, güneş gülsün gözünde. Bir sevinç tepesinde, dile döndü dayanma. Eşkinle dindi dünya, şadlan seni dünya. Sevenlerin dünya, dile döndü dayanma. Var soyuğu var onun, bu yol sevgi yoludur. Yürek sözle doludur, dile gönlü dayanma. Könlü bulut değilse, sınırlı değilse, sen ki sükut değilse, bile gönlü dayanma. İşkinle dindi dünya, şadlan seni dünya. Sevenlerin dünya, dile döndü dayanma. Sevenlerin dünya, dile döndü dayanma. Eşkinle dindi dünya, dile döndü dayanma.
Eşq olsun Azərbaycan Respublikasının əməkdar artisti, nazlımız, gözəlimiz, xanım xatın, dəyərlimiz Təranə xanım Vəzizadə. Ay Təranə xanım. Bu mahnı bilirsiniz də Talih Hacıyevin mahnısıdır. Allah ona rəhmət eləsin. Təranə xanım. Bəli. Sizi çox sevirik. Mən də sizi çox sevirəm. Mikrofona. Hamınızı sevirəm. Çox sağ olun. Siz də hər zaman belə qalın. Çox sağ olun. Allah sizə uzun ömür, can sağlığı versin. Amma Allah da sizi sevsin. Mən çox istəyərdim, Təranə xanım, bir dənə də sizin konsertiniz olsun. Olar Hamımız uşaq inşallah. sevərək gələ iştirak edirik. Olar inşallah, olar. Sizə bir söz deyim, bəzən hər şey öz əlimizdədir. Bax, senzuradan danışırdıq bayaqlarım ki, Senzura da özümüzdə gəlin ola bilər. özümüz quraq. Bəli. Buna görə də siz sənətkarlardan asılıdır. Bax, mən hər zaman efirlərimdə bir müraciət edirəm sənətkarlara ki, efirləri, meydanı lazımsız müğənnilər üçün buraxmayın. Siz gəlməyəndə verilişə, bax, bəzən aparıcıları da qınamaq lazım deyil də, gəlin onları da hardasa anlayaq. Bəzən mənə çağırır, sonra deyir, Rəhlə xanım, sən məndən küsmüsən. Deyirəm, küsməmişəm. Keçən dəfə dedim, Rəvan bəy. Bəli. Mən bir dəfə əvvəllər 98-97 Rəhlə xanım birdə o vaxtlar biraz başladım belə mahnılar yazdırmağa. Apardım Ramiz Mirişli, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dövlət televiziyamızda musiqi işinə baxırdı. Bir mahnı apardım, bax elə bu indiki o tipdə mahnılarda, yəni dedim, yəni bazar olan mahnılar. Mənə dedi ki, ayıbdır, sən bunu oxuma, sən romans oxuya bilərsən, yəni potensialın var da. O mahnı mənim gözümdən düşdü, amma başqası götürdü onu məşhur elədi, öz adına çıxdı, getdi pul qazandı. Mən amma onun sözünə baxdım, yolumu dəyişdim, dəyişmədim. Əslində düz yoluma, mən də istəyirdim bu yolu seçəyəm. O mənə yön verdi. Əvvələ biraz o məni pis sordum ki, niyə məni qoymadı, mən o yoluna gedim, mən də onlar kimi pul qazanım. Amma indi mənə dedi ki, vaxt gələcək sənin evladların sənə qulaq asanda xəcalət çəkəcəklər belə mahnılara görə. Amma sən get əsərlər oxu, bəstəkar mahnılar oxu. Ramiz Mirişli, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Düzdür. Mən də oxuyardım o vaxt. Ah, mənəm, bir mənəm, oy, bir mənəm, bir mənəm, dərdin çəkəm. Bunu mən 30 il qabaq Mahir Tahiroğlu yoxdur aranjmanı. Aranjman eləmişəm, diskdə qalır. Belə oldum, sonra dedim, mən bunu toyda oxuyam, mən bunu çıxım çox üzr istəyirəm, Rəhlə xanım, canlı bağlantımız var deyirlər. Alo deyək. Alo. Alo. Canlı bağlantıda deyəsən nəsə problem var. Alo. Alo. Alo, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Canlı efirdəsiz, sizlə danışan bilirəm. Allah sizi var eləsin. Allah köməyiniz olsun. Var olun. Siz ki bu köynə düz deyirsiniz ki, elə Astayan o biri kanallar gətirir. Həqiqətin toxumu kimi yayılıblar hər yerə, amma heç bir şey də oxuya bilmirlər. Mən Təranə Vəlizadənin 75 yaşım var. Allah ömür versin sizə. Yoldaşı o vaxt rəhmətə getdi. O vaxtdan bəri mən Rahilə xanımı salamlayıram. Sağ olun, Təranə sağ olun. xanımı salamlayıram. Vallahi hayf keçmiş oxuyanlara, çox hayf. Bəli. Sizdən bir şeyi xahiş edeyim. Buyurun. Nədir o Bərdədə o qızın adı? Gəncəli. Kəş, yadıma düşür Allahın altında. Hardandır? Gəncədən? Bərdədəndir bala. Bərdədən. Yaxşı oxuyanıdır, çox gözəl. Telefonda qulaq atmışam ona, qoy, qurban olum. Rəcəbova, Reyhan Rəcəbova. Oy, Allah sizi var eləsin. Reyhan Rəcəbova, çox gözəl o ifaçıdır. O dünyalara aparır oxuyanda. Çox gözəl ifaçıdır. O qədər marağım var, Allah rəhmət eləsin. Allah bala, sənin var eləsin ki, sən elə çox gözəl ifaçıdır. Dəyərli izləyicilər, bir başlamışam. Yoldaşına da rəhmət eləsin. Sağ olun, çox sağ olun. Çox sağ olun, ölənləriniz behişdir. Ağsaqqal, biz sizə söz veririk. Allah var eləsin. Xeyir, bərəkət də sizinlə getdi, qurban olun. Var olun, biz sizə söz veririk, Reyhan xanımı da dəvət edəcəyik. İnşallah, Reyhan xanımı da dəvət edəyək. Dostumdur, bir yerdə başlamışıq sənətə. Oxutar müsabiqəsində Bərdədən bir yerdə gəlmişik. Gözəl ifaçıdır. Yaxşı, o zaman əlaqə nömrəsini bir yerdə çalışmışıq ansamblda, Bərdə, Qarabağ ansamblında bir yerdə solist olmuşuq. Bax, görürsünüz Asif müəllim,
həqiqətən mənim ruhum dincəlir. Bax, insanlar bizdən köhnə dəyərli bir Gözəl unudulmaz sənətkardır. sənətkarlarımızı istəyəndə Bərdədən bir dənə adam də necə xanım var, sevinir. Xatirə. Hə, O da çox gözəl Çox ifasıdır. gözəl ifasıdır. Xatirə xanımdır. Çox Tərgül gözəl xanım var. ifaçıdır. Atarsınız mənə nömrələrin, mütləq dəvət İnşallah. edərik. Reyhan xanım başqa bir Reyhan müğənnidir. Rəcəbov doğrudan Tamam da. başqa bir tembri Balaca var. səs. kaseti var idi. Ay duman gəl get bu dağlardan, çox sarı köynək. Hər tərəfli, yəni Çox gözəl bəstəkar Bakıda yaşayır musiqiləri də Reyhan gözəl xanım. olur. Yox, Bərdədə yaşayır. Yox, Bərdədə yaşayır Parçalandı. hal-hazırda. Oğlu da qəşəng O ümumiyyətcə efirlərdə çox Məhəmməd olub bu yaxınlarda. Elə siz dediyiniz Zaur Baxşəliyevin verilişlərində çox iştirak edir. olub, Məhəmməd. Bəli, bəli, arxiv videolarına baxdım mən. Yaxın planla verə bilirik operatorlar, xahiş edirəm. Reyhan Rəcəbova, Baş Sarıtel. Hə, Baxın, başla. yaxından verək. Bax, həmin ansamblda bir yerdə işləmişik. Qarabağ ansamblında. Mütləq Reyhan xanımı da dəvət edərik. İnşallah. Bax, Təranə xanım, sonra demək ki, ay Rəvan, yorulmuşam, vaxtım yoxdur. Bax, görsən tamaşaçılar sizi istəyir. Bəli. Gəlmək lazımdır efirlərə. Sağ olsun. Bax, bu studiyanı, bu meydanı lazımsız oxuya bilməyənlərə lazım deyil həvalə etmək. Nə qədər ki sağsız, Allah hər birinizə can sağlığı versin. Bütün Mən sənətkarlarımıza. Sarifi də sən verəcəm. Sən Sarifi həmişə işıqlandırarsan. İnşallah. Sarif Elnarə xanım, balamızın mən da istəyərdim gələcəyi ki, var. İnşallah yaxşı olar hər şey. Təşəkkür edirəm. Mənə deyirlər efirimiz yekunlaşır. Elnarə xanım, sizə də bir qardaş tövsiyəm. Hər zaman çalışın ki, bax bu cür sənətkarların yanında olun. Onlarla bərabər irəli gedin və onda əsl sənətin belə deyim də arxasıca getmiş olacaqsınız. Zaten dəstəkdir, artıq elə bir belə deyim yol açılıb ki, sizə Allah Zaur Baxşəliyevə də can sağlığı versin. Ona da təşəkkür edirəm və inanıram ki, bundan sonra bax necə ki mən sizi dəvət etdim, digər aparıcılar da dəvət edəcək. Bax efir baxımından probleminiz yoxdur. Qaldı bir məsələ. Doğru düzgün sənətkarların məsləhəti, tövsiyəsi və onların belə deyim ifaları, hansı ki, bax köhnə sənətkarlarımızın oxuduğu ifalardan, yəni arada bir oxusaz, bilin ki, hər şeydə oxuya bilər ha. Yəni o səs çox gözəl səsi var. Hər şeyə qadirdir o səs. Və efirimiz yekunlaşır. Təəssüflər olsun ki, bugünkü bizə ayrılan vaxt burada sona çatır. Hər birinizə təşəkkürümü bildirirəm. Təranə xanım başda olmaqla, Asif müəllim, Rəhilə xanım, Elnarə xanım, Sarif qardaş. Hər birinizə təşəkkür edirəm və dəyərli izləyicilərimiz sabah saat 19:00-da görüşmək ümidi ilə deyirəm.